Media təqdim edir. Sponsor Madina Group Təmir Tikinti Şirkəti. Bugünkü dərsimiz Azərbaycan dilindən inşa yazıdır. Mövzumuzun adı Mənim Qəhrəmanım. Salam ata, necəsən? Mən yaxşıyam, Tunar da yaxşıdır. Bilirsən, biz indi məktəbə gedirik. Sən işləyən məktəbə. İkimiz də 5 il oxuyuruq. Burada hamı səni tanıyır. Direktor olmağından danışır. Deyirlər ki, sən uşaqlara vətəni sevməyi öyrədirdin. sayılı məktəbin kollektivi, əziz şagirdlər, mən ilk öncə hər birinizi 9 noyabr Dövlət Bayrağı günü münasibətilə ürəkdən təbrik edirəm. Doğrudan da bayramlar içərisində ən şanlı, ən qürurlu bayramlardan biri bayraq bayramıdır. Hansı ki, biz bu bayramın əsasını bizim ulu babalarımız hələ 18-ci ildə Məmməd Əmin Rəsulzadənin sözü ilə desək, bir kərə yüksələn bayraq bir daha enməz kəlamı ilə qoyulmuşdur və müasir dövrdə ulu öndərin hakimiyyətə qayıtışından sonra da bu fikirlər bir daha öz təsdiqini tapdı. Bu sinifin ifasında nəzakət müəlliminin sinif rəhbəri olduğu sinifin ifasında bunu görürəm. Vətənpərvərlik, vətənə sevgi, xalqa sevgi, anaya sevgi, ataya sevgi ən vacib olan budur. Və mən bir daha sizi təbrik edirəm, arzulayıram ki, 11-ci sinifdə bu cürə əhval-ruhiyyə ilə uşaqlarınızı məzun edəsiniz. Sağ olun. Elvin müəllim biz birlikdə Ağstafa şəhər Qırlı kənd tam orta məktəbində, təhsil məktəbində birgə çalışmışdıq. Mən yerdəyişmə etdim şəhər 1 nömrəli məktəbə. 2 il sonra Elvin müəllim direktorların işə qəbuluna imtahan verərək, ən yüksək balı yığaraq direktor təyin olundu məktəbimizə. Biz elə bir də məktəbdə dedilər ki, bir cavan gənc müəllim bizim məktəbə direktor təyin olunubdur. Biz Elvin müəllimi görəndə dedik ki, fikirləşdik ki, ay Allah, 1 nömrəli məktəb, şəhər məktəbidir, bu necə idarə eləyəcək? Amma yavaş-yavaş tanıdıqca onu, həm bir vətəndaş kimi, həm bir müəllim kimi onu tanıdıqca gördük ki, həm idarə etməsi, həm çox mülayimliyi, həm də ki, öz işini dəqiq bilməsi və görməsi, bunu biz başa düşdük ki, əsl bizim məktəbimiz üçün belə bir direktor lazımdır. Çox qısa zamanda düzdür, bizi təəccübləndirdi. Savadı ilə ən çox, savadı ilə, peşəkarlığı ilə, cavan olmağına baxmayaraq, amma çox işlər gördü. Az müddətdə çox işlər gördü. Əfsuslar olsun ki, mən Elvin müəllimi illər
vəfatından sonra, cənnətə getdikdən sonra mən tanımışam. Buna çox təəssüf doğururam. Əvvəllər başqa məktəbdə fəaliyyət göstərirdim. 2021-ci ildən bu məktəbdə fəaliyyət göstərməyə başlamışam. Amma hər zaman iclaslarda, tədbirlərdə onun səlis, ziyalı, dürüst düşüncələri məni heyran edirdi. O qədər aydın danışırdı, gözəl, səmimi insan idi ki, hər kəs onu Ağstafa rayonunda hörmət edirdi. Bir gənc kadr kimi ona böyük inan var idi, necə deyim, yəni onu hamı çox istəyirdi. Ən çox məktəbə gələndən elə vətənpərvər ruhda tədbirlər keçirdi. Ən çox demək olar ki, məktəbi bütün işlərdə, yəni irəliyə çəkirdi. Bütün tədbirlərdə istəyirdi ki, bizim məktəb irəlidə olsun, bizim məktəbi qabağa çəkirdi. Çox yaxşı yoldaşı idi, həm yaxşı direktor idi. Onun haqqında danışmaqla bitməz. Məktəbdə təlim-tərbiyə işlərində çox böyük dəyişikliklər görmüşdü. Sonra istəyirdi məktəbimizdə fransız dili, çünki o fransız dili müəllimi idi. O həmişə deyirdi ki, mən bir neçə ilə burada fransız dili sinifləri açacağam. Direktor kimi çox qayğıkeş, səmimi, mehriban, çox gözəl direktor idi. Tədrisdə müəyyən dəyişikliklər, irəliləyişlər, məktəbdə uşaqların sayı, şagirdlərin sayı artdı həmin dövrlərdə, onun direktor olduğu dövrlərdə. Çox vətəninə bağlı bir insan idi. Bayraq, torpaq sevgisi Elvi müəllimin elə canında, qanında idi. Arz edirəm ki, Azərbaycan bayrağı Xan kəndində Şuşada dalğalansın. Sağ ol, minnətdarım. Bu günləri mən Elvi müəllimlə fəxr edirəm və həm fəxr edirəm ki, o məktəbdə çalışıram, həm də onun övladı Təyyarın müəlliməsiyəm. Elvi müəllimin ən böyük arzularından biri də oydu. Mən bugün ona görə xoşbəxtəm ki, Elvi müəllimin bir arzusunu reallaşdırmışıq. Ən böyük arzusu idi ki, Təyyar sizin sinifdə oxusun, sizin sinifə yerləşdirim. Elə də oldu. Təyyar sanki mən Təyyara baxanda Elvi müəllimi xatırlayıram. O qədər bənzəyir Elvi müəllimə, xaraktercə də o qədər oxşayır Elvi müəllim kimi sakit, tərbiyəli, ağıllı, 100 sözdən bir dənə sözə cavab verər. Belə Elvi müəllim də çox abırlı insan idi. Həddindən artıq qadın abrı var idi sanki elə bil onda. Rayon üzrə, region üzrə də hər zaman birinci yerlərin qalibi Təyyardır. Səndən danışanda mən sevinirəm. Fəxr edirəm ki, belə atam var. Amma darıxıram ata. Bilirəm, evdə hamı darıxır sənin üçün. Uşaq vaxtlarından həmişə atam eşidən idi. Ailədə hamını eşidirdi. Çox diqqət uşağı idi. O nəsə qeyri-adi idi, çox qeyri-adi uşaq idi. Elə uşaqlıqdan evcanlı olubdu, ailəsinə bağlı olub, bacılarına çox qayğı göstərib. Nənə babasına çox hörmət bəsləyib həmişə. Çox mehriban, sakit, rahat. Belə bir uşaq idi. Yavaş-yavaş böyüdü. Mən imtahanlara aparıb gətirirdim, yaxşı nəticələr göstərirdi. Elvin mənlə arasında 10 yaş fərq vardı. Növ həm qardaş idi, həm ata idi yeri gələndə. Məktəb vaxtından da müəllim kimi fəaliyyət göstərəndən Elvin mənim müəllimim olmuşdu. Məni hamıdan qoruyurdu, tək heç bir yerə buraxmırdı. Mən universitetə qəbul oldum, hətta özü apardı, məni qeydiyyatdan keçirtdi. Uşaq kimi Nazımla oynayırdı. İmtahan verdi, Dillər Universitetinə qəbul oldu.
Oranı da oxudu, qutardı, bir illik Tərtərə əskərliyə, hərbi xidmətə düşdü. Onu da sağ-salamat qutarıb gələndən sonra imtahan verdi xarici dillərə, öz məktəbimizə düşdü. Sirac Əliyev adına məktəbə. Ondan sonra müəllim bir gün zəng elədi ki, mən istəyirəm ki, ata, direktora imtahan verəm. Dedim, Allah uğur eləsin. Getdim, imtahan verdi, Respublikada birinci yer tutdu. Hətta təklif eləmişdilər ki, hansı rayonlarda istəyirsən, deyib, yox, mən tək oğulam, öz atamın, anamın yanını istəyirəm, nənəmdən, babamdan ayrılanmaram. Qısa bir nömrə məktəbə verdilər. Gəldi, başladı, harca bir il yarım, 1 il 8 ay belə o məktəbdə istədiyi kimi məktəbi düzəltmişdi, kollektivi əl almışdı. Amma bu devirlərdə müharibə başladı. Bilirəm, evdə hamı darıxır sənin üçün. Ən çox da anam. Tez-tez sənin fotolarına baxır. Deyir ki, atanız vətənpərvər idi, siz də ona oxşayın. Bilirsən, hələ evdə sənin gülşəni də düzəltmişik. Darxan kimi gedib ona baxıram. Elə bilirəm, uzaqlarda deyilsən, yanımızdasan. Sevdiğim vardı benim, sevgilim vardı ama ben şehit oldum. Yerim güzeldi, tek ağlama canım, canım sevgilim, bağışla beni, səni tək qoydum. Mən elə bil öz kəndimizin məktəbində işləyirəm. Bu Elvin müəllim də Qırlı məktəbində işləyir. Mən orada laborant işləyirəm. O öz məktəbinin proqramını işləyirdi, mən də öz məktəbimizin. Maarifdə bir yerdə tanış olduq, bir məktəb var idi, onun işini görmək üçün. Elə onunla əlaqə saxlayıb o tanışlığımız olubdu. Çox deyiləcək sözlərim vardı, ürəyimdə qaldı. Həm ailəsinə, həm övladlarına bağlı vətəni üçün canından keçən bir insan idi. Təyər başa düşür ki, ataları şəhidliyi olubdu. Tunar ancaq hələ ki onu başa düşmür, dərk etmir ki, bu nədir. İlk əvvəl soruşanda deyirdim ki, gələcək hələ ki müharibədədir. Ancaq indi o sözü deyə bilmirəm. Vaxt uzandıqca hər dəfə biz onu qəbristanlığa aparır, orada onun haqqında danışırıq ki, atanız belə idi. İndi başa düşürlər demək olar. Ana, mən şəhid oldum, yerim gözəldi, tək ağlama canım, canım sevgilim, bağışla məni, səni tək qoydum. Vətən, vətən sağ olsun. Vətən, vətən sağ olsun. Vətən, vətən sağ olsun. Elvin İmaməliyevlə bir hərbi hissədə qulluq eləmişəm. Elvin İmaməliyev həmin hərbi hissədə səfərbərlik xidmətinə çağırılmış əskər idi. Mən isə həmin hərbi hissənin tibb məntəqəsində həkim kimi fəaliyyət göstərirdim. Elvin müəllim həddindən artıq vətənpərvər və könüllü olaraq döyüşlərə atılan, torpaqlarımızın azad olması uğrunda canından keçməyə hazır olan bir insan idi və bunu şəxsən öz gözümlə şahid oldum. Sizə bir epizodu xatırladım və bu heç bir zaman mənim xatirimdən çıxmır. Deməli, döyüşlərin ağır getdiyi bir dövrlərdə, hansı ki torpaqlarımız ard-arda azad olunurdu, Elvin müəllim xəstələndi və biz də həkimlər təbii ki bu cür olanda onlar bizə müraciət edirdilər və mən onu döyüşə getməməyi daha məsləhət bildim və Elvin müəllimi göndərdim hərbi hospitala ki, orada yoxlansın, müayinə olunsun.
orada müayinədə məlum olub ki, bu adamda qaymarit var, kəskinləşib və ona stasionar müalicə təklif ediblər. Hətta mən Elvin müəllimə demişdim ki, əgər orada sən stasionara yatış versələr, yat, xəstəxanada yat, bir müddət müalicə al, sonra müraciət eləyərsən. Lakin iş elə gətirdi ki, o əsgərlər aparan axşamki maşınla bir də gördüm Elvin müəllim geri qayıdıb. Mən ona soruşdum ki, qardaş, sən bu vəziyyətdə niyə geri döndün? Deyir, mən imtina elədim yatmaqdan. Döyüş yoldaşlarım hamısı, yəni torpaq uğrunda mübarizə apararkən bana yaraşmaz gedib xəstəxanada yatmaq. Allah Elvin müəllim də timsalında bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Yaşasın Azərbaycan, yaşasın müstəqil dövlətimiz. Hər dəfə uşaqları ekskursiya aparıram, abidəsi önünə aparıram, yəni Şəhidlər Xiyabanına, mütləq hər Zəfər bayramında, Elvin müəllimin elə özünün il dönümündə hər dəfə gedirik. Mən də bir dost olaraq, bir müəllim olaraq heç vaxt qəhrəman direktorumuzu unutmayacağam. Hər dəfə də uşaqlara onun qəhrəmanlığı haqqında söhbətlər aparacağam. Vətənpərvər olduğunu hər dəfə uşaqlara aşılayacağam. Ata, bilirsən, sən indi çox məşhursan. Sənin abidəni qoyublar. Açılışında hamı orada idi. Şəhərdən, maşınlarda adamlar gəlmişdilər. Abidəni televizora çəkirdilər. Hələ Tunarla məni də çəkdilər. Biz onda balaca idik. Qarabağı azad etməyinizdən 5 il keçir. İndi hamı Qarabağ torpaqlarına gedib gələ bilir. O torpaqları sənin kimi qəhrəmanlar azad edib. Hər il zəfər günündə sizləri yad etmək üçün tədbirlər keçirilir. Haqqınızda yazılmış şeirlər deyilir. Biz də bütün sinif uşaqları ilə sənin abidənə güllər düzəcəyik. Bax onda, mən balaca vaxtımdakı kimi fəxrlə söyləyəcəm ki, Şəhid Elvin İmaməliyev mənim atamdır. Müharibə başlayanda bu duruq dincəlmədi. Tovuz döyüşlərində generalımız Polad Həşimovun ölümündən sonra heç duruq dincəlmədi. Oturdu dizinin üstə kompüter qoydu, cənab prezidentimizə məktub yazdı. Mən onu bilmirəm. Kompüterlə yazdı ki, 1800 akstafalı yap gənclərlə biz sizin bir kəlmənizə gözləyirik. Elə də oldu, yazdı və getdi voyinkomata, ərizə verdi. 27-sində düz söz bunu aparmamışdılar. Demişdilər ki, məktəb direktorunu biz apara bilmərik. Sonra nə bilim, danışıb ki, siz mənə mane olursunuz. Beləliklə, bütün hər şeyi yığdı, peçatını, ştampını gətirdi, qoydu evə, mənə təhvil verdi. Nə rayonda rəhbərlik bildi, nə icra hakimiyyəti bildi. 29-cu günü cəbhəyə getdi. Həmin gün gec gəldi evə işdən, mən ona zəng eləmişdim. Dedi ki, mən buradayam, könüllü yazılıram. 29-cu gün gəldi, sentyabrın 29-u artıq müharibə 2 gündür başlamışdı. Elvin birdən-birə gəldi evə. Dedi ki, mən gedirəm. Gedirəm, dedi. Biz yenə də kollektiv olaraq istədik ki, getməsin. Son anda fikirləşdik ki, bəlkə fikrindən dönsün. Məktəb neyniyər, bəs təzə təyin olunubdu. Yenə də fikrindən daşınmadı. İnsan yalnız vəzifəsi ilə, yalnız hansısa təşkilata rəhbərlik eləməsi ilə seçilmir. O insan həm də daxilində vətənpərvərlik ruhu böyüyür onunla bərabər. Şərait yetişəndə o üzə çıxır, özünü göstərir. Elə bil Allah Taala nəsə elə adamın gözünü də yumur, nə bilim vallah. Mənə dedi ki, nə var ki 5-6 günlük şeydir. Deyirdim, sən məktəb direktorusan, indi yəni ki, səni kim aparası idi ki?
dedi ki, yox dedi, hamı getməlidir. Azərbaycanda ilk addımı direktor olaraq ilk addımı Elvin müəllim atmışdı. O qələmli silaha dəyişərək vətən azadlığı uğrunda canından keçdi. Amma 27-si günü müharibə başlayan günü Elvin işdən evə gəldi və bir neçə torpaqlar alınmışdı, kəndlər. Onları xəbərlərdə izləyirdik. Elvin onlara baxdı və dedi ki, mən də müharibəyə gedəcəm və şəhid olacam. Deyəndə qızım deyir ki, mən bağırdım üstünə ki, o nə sözdür da, niyə elə dedin sən? Deyirdi ki, o nə deməkdir ki, yəni ondan da şərəfli ad varmı ki? 29-u da birdən-birə gəldi, düzdür, hamı onun qarşısına keçmək istədi, amma heç kimi dinləmədi. Onun birdən-birə gəlib deməyi ki, mən artıq gedirəm bir saata, hamımız şoka düşdük elə bildim. Və maşına mindi, heç kimə dönüb baxmadı. Bir dəfə gözlərinin altından hamını süzdü və çıxdı getdi. Heç kim ona əngəl ola bilmədi. Çıxdı getdi cəbhəyə. Ondan sonra da addım-addım irəli, rayon ala getdilər. Bu düz Şuşa şəhərinə kimi getdi. Şuşa şəhərində də erməni gülləsinə tuş gəldi. Noyabrın 6-sı günündən, harca 5-6-sı gündən zənglər kəsildi. Və artıq narahat olmağa başladıq. Bizə deyirdilər, orada set tutmur. Mən yuxu görmüşdüm noyabrın 9-u günü. Orada nənəm Elvini sanki həyətimizə gəlmişdi. Elvinin üzü işıq saçırdı. Onda mən məktəbə yollanırdım. Məktəbdə yolum qaranlıqlaşdı, məktəb yolunda. Qayıtdım, gəldim evə, dedim Elvin, mən çata bilmirəm məktəbə, gəl məni apar. Nənəm dedi ki, mənə, sən get. Mən onu özüm gətirəcəm. Əlbəttə, yenə də yuxu məni narahat elədi, düzdür, amma güvəndim ki, çünki nənəm onu çox istəyirdi. Elvin də ona bir-birlərinə çox bağlı idilər. Mən güvəndim ki, yox, da yaxşı yerə yozdum yuxunu ki, hə, Elvin deməli sağ-salamat gələr. Yenə ağlıma gəlmədi, mamama da danışdım yuxunu ki, narahat olma, belə bir yuxu görmüşəm. Amma elə olmadı. Noyabrın 12-si günü səhər tezdən atam onun artıq müharibə bitmişdi, biz sevinirdik ki, Elvin qayıdacaq. Və atam getdi, ona 2 dənə qurban aldı. Bir qurban mən demişdim, bir qurban da Bakıda bibisi yaşayır, o deyib. Getdilər 2 dənə, səhər-səhər bir də gördüm, heyvanı gətdilər bağa, saldılar 2 dənə qurban. Heyvan almağa getmişdik, həmən gün getdim, 2 dənə qoç aldım, qurbanlıq ki, müharibə qutardı da. Biz nə bilək ki, bizim üçün başqa yol seçiblər. O qurbanlar evə çatan kimi Elvinin xəbəri gəldi. Bizə ayın 10 günü kənd soveti zəng elədi. Bizə yox, risk eləmədi. Zəng elədi, qaynıma dedi ki, Teymurdadır. Gördüm ki, qardaşım kimləsə danışır, mən də bunun arxasından getdim. Gördüm nəsə, deyirəm, nə olub, nə mənədir. Deyir, heç nə. Sonra dedi ki, mən əl çəkmədim, dedim, yox deyilən, nə olub? İcra nümayəndəsi zəng eləyib ki, Elvin yaralıdır. İndi yenə yaralı deyilib, elə bilirəm, doğrudan da yaralıdır. Amma icrada getdik orada. Orada axıran duran bir nəfər polis dedi ki, belə, onda heç bilmədim ki, ondan sonra nə baş verdi. Xəbər olmadı özümdən. Ana bir tərəfdə yıxılır, qız bir tərəfdə, gəlin bir tərəfdə. Biz səslərə qalxdıq. Yenə də inanmırdıq da, yaralı mümkün deyildi, ağlımız bizə çox qəribə gəlirdi. Yəni, yox, elə yaralıdır. Telefonu açanda hamı onun Elvini paylaşmışdı. Mən hər kəsə zəng elədim, mübahisə elədim. Yoxdur, belə bir şey yoxdur. Mümkün deyil ki, Elvin şəhid olsun. Yəni, onu itirmək mənim üçün bir faciə idi. Nətər dözmək olar elə bir şeyə? Elvin kimi qardaş niyə itirəsən ki? Siz təsəvvür eləyin ki, məni sakitləşdirə bilmirdilər. Yəni, atam xəstələnmişdi. Təsəvvür eləyin ki, o qədər mənə, axır mənə yalvardı ki, mən dayanım da, ağlamayım. Yəni, özümü rahat ola bilim, qəbul edeyim də, bununla barışım deyə. Ağlımıza da gəlməzdi ki, biz o xəbəri alarıq.
Və aldıq və necə sarsıldıq bir kollektiv olaraq, bir yoldaş olaraq və biz də yəni o xəbərini həqiqətən də çox ağır qəbul elədik. Asanlıqla qəbul eləyə bilmədik. Dedilər ki, gah dedilər yaralanıb, gah belə, amma sonradan şəhid olduğu haqqında məlumat verildi və biz də məktəb olaraq yığışdıq məktəbə və onu son mənzilə yola salmağa getdik hamımız birlikdə. Elvin dəfn olundu. Hələ də su ağırını eyni gün kimi yaşayırıq. Sadəcə ayaqda durmaq üçün, bir-birimizi üzməmək üçün bəzən çox danışmırıq, amma içimizdə o yara heç vaxt sağalmayasıdır. Elə bir dəqiqə, elə bir an yoxdur ki, mənim beynimdə olmasın. Sadəcə insan bəzən ailəsini incitməmək üçün, onun övladlarının xətrinə susuruq ki, onlar böyüsün, Elvinin adına layiq evlad olsunlar. Mən həmişə onunla getməmişdən də fəxr eləyirdim. İşinlə, oxumağınla, savadınla. İndi də onunla fəxr eləyirəm ki, ən uca zirvədədir. Düzdür, ağırdır, amma uca zirvədədir. Bugün fəxr eləyirəm ki, Elvinin bacısıyam. Biz onunla həmişə fəxr eləyirik, həmişə də fəxr eləyəcəyik. Elvin canını bizlərdən ötürü fəda eləyənlərdəndir. Elvini artıq tanıtmağa ehtiyac yoxdur. Elvini hər kəs tanıyır. Akstafa rayonunun fəxridir. Akstafa rayonunun baş ucalığıdır. Bizim özümüzün də başımızın tacıdır. Aylar, illər ərzində tökülən qanlar bahasına biz azad olduq. Amma gənclərimizi itirdik. Belə bir ziyalımızı itirdik vətənimizin azadlığı uğrunda. Biz bütün şəhidlərimizi hörmətlə anırıq, onların qarşısında baş əyirik, ailələrinə də böyük hörmətimiz var. Hələ balaca olanda bayrağı mənə o sevdirib. Vətənlə bağlı mənə o nağıllar danışıb. Himnimizi mənə o əzbərlədib. Əvvəllər o tək mənim qəhrəmanım idi. İndi isə o hamının qəhrəmanıdır. torpaqların, vətən keşiyində duran oğullar heç vaxt unutmarıq biz düşməni it kimi qovan oğullar. Əgər şəhid varsa, demək vətən var. Şəhidlər dünyada ən böyük haqdır. Ölümdən qorxmayın, siz ey oğullar. Ruhlar bu torpağı qoruyacaqdır. Nə yaxşı dünyada müqəddəs vətən. Nə yaxşı müqəddəs and yerimiz var. Yox, acımıram bu ölməməd. Namuslu oğullar şəhid doğular. İlahi, bu qanun nə qəribədir. Bir ölüm min canı xilas edir. Vətəni uğrunda can verənlərə yaradan cənnəti miras edir. Hər kəsə bəyandır bu ki, həmişə şəhiddən cənnətin qoxusu gəlir. Bu vətən nə gözəl layla deyib ki, bu qədəri gidin yuxusu gəlib. Sənə ölüm yoxdur daha ey vətən, çünki şəhid qanı ilə yoğrulmusan sən. Gör necə ananın şəhid oğlusan, dönüb vətən olub doğulmusan sən. Vətəni bu qədər sevmək olarmış, şirin canından keçmək olarmış, vətən laylasında yatmaq olarmış, yuxu nə çox oldu dərin şəhidim.
Sponsor Madina Group Təmir Tikinti Şirkəti. Xəyallarınızı gerçəyə çevirmək indi çox asandır. Müasir memarlıq, keyfiyyətli işçiliklə 5 ildən çox təcrübəyə malik peşəkar komanda evlərin, ofislərin, villaların tikinti, təmir, interyer dizayn və memarlıq layihələndirmə xidmətləri Madina Qrupda. Şirkət cibinizə uyğun faizsiz 6-30 aya qədər kredit şərtləri ilə sizə təmir və tikinti xidmətləri təklif edir. Təmir, dizayn və mebel sahəsində illərin təcrübəsi və müasir həllərini Madina Qrup sizin üçün bir araya toplayıb. Madina Qrup hər layihədə keyfiyyət və güvən.